Salam. Artıq bizim Ağsu rayonunda bəzi yerlərdə smart şotçiklər yığışdırılıb, mexaniki şotçiklər qoyulub. 2 aydır bizim də evə, bizim də məhəlləyə həmən mexaniki şotçiklərdən qoyulub. 2 ay bundan qabaq üstün sərfiyyatın yazıblar. 595 axırıncı göstəriş. Keçmişik bu aya. Deməli o birisi aydan 120 kilovat kub artıq yazıblar. Bu ayda getdim dünənlərimi yoxlatdırmağa. Dedilər ki 1 manat 50 qəpik sənin borcun var. Hətta orada bir qadın oturmuşdu, üstümə də qışqırdı ki, sən niyə görə həftədə 3 manat, 5 manat, 10 manat köçürürsən, elə bunu ayın başında köçür. Mən bunu başa saldım ki, mənim imkanım yoxdur bir dəfəlik köçürtməyə. Elə mən köçürdürəm 5 manat, 10 manat, sənə nə dəxli var ki bunun? Dedim, mən bir aylıq borcumu çıxardım, görüm nə qədərdir, o da eləmədilər. Sonradan gəldim, gördüm ki, 100 kub artıq mənə sərfiyyat yazıblar. İndi də dünənlərim getmişəm yoxlatdırmağa, yenə də həmən ifadə, həmən vəziyyət. Deməli, 1 manat 50 qəpik dedilər borcum var. Sıraz çıxdıq, elə həmən operatorla, bizim məhəlləyə baxan Seymur adında oğlandı, operatorla 2 manat köçürdüm ki, qoy borcum qalmasın. Köçürdüm. Gəlmişəm və bu günlərim Google-da yoxlayıram, internetdə yoxlayıram, görürəm yazıblar ki 6 manat 50 qəpik yenə borcum var. Nəyə görə, nə səbəbə bunu bilən yoxdur. Axırı operatoru çağırmışam, həmən Seymur gəlib bura deyir ki, bu ola bilər ki kompüterdə səhvdir. Ya telefon nömrəsi səhv veriblər. Bu nətər telefon nömrəmi səhv veriblər? Sən aylıq gəlib burada yazırsan, götürürsən bu axırıncı son göstərişi. Sonra da deyirsən ya kompüterdə səhvdir, ya da ki orada səhvdir. Ora getmək mümkündür. Orada adamın üstünə elə tullanırlar ki, deyirlər ki, sən niyə görə aylıq keçirtmişsən, ayın başında 90 manat köçür, 70 manat köçür, 2 manat, 3 manat keçirtmə. Ona görə ki, bu onlara əziyyətdir. Yəni, bir-bir yoxlamaq, bir-bir ödəmək. İndi mən buradan səslənirəm, o Ağsuda beləncə mexaniki sayğacları olanlara ki, yazırlar, qoy geçsinlər, ay bay. Sırazı o sərfiyyat verən kimi gəlsin, üstün çəksinlər şotçiklə, görsün nə qədər. Çünki bunlar alladırlar. Bunlar heç kəsə, heç nəyə inanmırlar, inanmın. Vəssalam.